Hansı nümunədə ismin sualına cavab verən sifətlərin sayı daha çoxdur? Nəciblər idarə, acizlər şikayət, bəslər isə iftira edərlər. Burada demək, nəcib sifəti var, aciz sifəti var və bəsis sifəti var. Və baxırıq ki, bunların hər biri ismait cəm şəkilçisi qəbul edibdir. Sifət ismait əgər cəm şəkilçisi qəbul edibsə, ümumiyyətlə cəm olması, mənsubiyyətmi, halmı bu şəkilçilər qəbul edibsə, demək ki, isimləşib. Və isimləşən sifət ismin sualına cavab vermiş olur. A variantında 3 sifət ismin sualına cavab verir. Kamillər yaxşılığı, naqislər isə pisliyi unutmurlar. B variantında kamil və naqis sifətdir. Burada birdən fikirləşərsiniz, bəs yaxşılıq, pislik bunlar isimləşibdirmi? Yox. Yaxşı, pis sifətdir. Biz sifətin isimləşməyi ona deyirik ki, sifət ismait qrammatik şəkilçi qəbul eləsin. Yaxşılığı sözündə yaxşı sifətindən yaxşılıq ismi, pisliyi sözündə pis sifətindən pislik ismi əmələ gəlibdir. Kamil, naqis. Bax, isimləşən sifətlər bunlardır. Yenə ismait cəm şəkilçisi qəbul edibdir. Burada demək sayı 2 dənədir. İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər. C variantında ümumiyyətlə ismin sualına cavab verən sifət yoxdur. Burada qəhrəman sifət deyil, qəhrəman ola bilmək. Demək, burada qəhrəman sözü mürəkkəb feilin tərkibindədir. Yumor, zarafat arxasında gizlənən ciddilikdir. Burada da sifət yoxdur. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Y variantında milli sözü sifətdir, amma isimləşməyibdir. Necə sərvət? Milli sərvət. Demək, cavabımız hansı variant olmalıdır? Cavabımız olmalıdır A variantı. Çünki A variantında ismin sualına cavab verən sifətlərin sayı daha çoxdur.